Kərbəlada oxu kim atdı? İnsan atdı da. Bəli. Rəhm eləməyən insan idi də. Ayaqyalın atdan düşüb boynuna, əqqabının içinə qum doldurub, əqqab çəkmələrin içinə başını açıb, iməkləyib, rəhbərinin yanına gələn də insan idi. İmam Hüseynlə axşam söhbət edib, cənnətlə cəhənnəmin arasında qalmışam, bilmirəm hansına gedim, bu da insan idi, bu ixtiyarın dedi. Bəli. Biri o an ixtiyarından istifadə elədi, gəldi İmam Hüseynə tərəfə, digəri isə bədbax oldu, İmam Hüseyn əleyhinə çıxdı, İmam Hüseynlə müharibə apardı. Deməli, qədərini insan özü təyin elədi. Necə dedik, aləm zərcədə İmam Hüseyn əleyhissalam və onun yanında olanlar qəbul elədi ki, canımızı da verəcəyik, öz əməllərinə də icra elədilər. Hətta İmam Hüseyn əleyhissalam ki, dedi, gecə ilə mənim əhl-i beytimin hər bir üzərindən tutub gedə bilərsiniz, yolunuz açıqdır. Heç kim getmədi. Heç kim getmədi. Bəs o tarixdə olan gedənlər kimdir? Çıraqlar söndürdü, getdilər. Onlar əvvəldən ayrılanlar idi. O qalanlar ki vardı, səhər döyüşənlər İmam Hüseynlə, onlar gecə İmam Hüseynin yanında idi. Heç kim getməmişdi. O 70 nəfər ki vardı, bəs 100 neçə nəfərə çatmışdı. Onlar sonradan elə gələnlərdir, qoşulanlardır, bəziləri qıraqdan işləyib çatanlardır ki, İmam Hüseyn əleyhissalamın yanında. Hətta bəziləri İmam Hüseyn əleyhissalamdan sonra gəlib kömək edənlər oldu. O nə idi yenə? Öz qədərini insan özü təyin elədi.